Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinə tapança tuşlamış bir şəxs tutulub. Turkistan az məlumat verir ki, bu haqda informasiyanı erməni kütləvi informasiya vasitələri yayıb. Xəbərə görə hadisə bir neçə həftə əvvəl Ermənistanın Zəngəzur mahalının Gorus rayonunda Teknik icmasının inzibati ərazisindəki sərhəd hissəsində baş verib. Nissan markalı avtomobilin sürücüsü sərhəd zonasında Azərbaycan əskərlərinə tərəf tapança yönəldib. Məsələ ilə bağlı Gorus şəhər polis idarəsinə daxil olan siqnaldan sonra hüquq mühafizə orqanları əməliyyat axtarış tədbirləri keçiriblər. Nəticədə Gorusda 32, 45 və 21 yaşlı 3 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Saxlanılanlardan biri 32 yaşlı vətəndaş Eçmədze şəhərində yaşayan şəxs izahatında bildirib ki, hadisə vaxtı qəzəbdən irəli gələrək Azərbaycan əskərlərini qorxutmaq məqsədilə özündə olan pnevmatik tapançanı çıxarıb və onlara tərəf yönəldib. Hadisə ilə bağlı Aravod.com saytının sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsi məlumat verib ki, Ermənistan Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Baş İdarəsi və Gorus Polis İdarəsinin məlumatı əsasında Süni vilayəti üzrə İstintaq Komitəsinin rayon şöbəsi tərəfindən cinayət işi başlanıb, ilkin istintaq aparılır. Hazırda istintaq orqanları baş vermiş insidentin detalları və təfərrüatları üzərində araşdırma aparır.